Azərbaycan Dövlət İqtisad Universiteti Qida Məhsullarının Texnologiyası kafedrasının doçenti, texnik elmlər namizədi Elsevər Babaoğlu Fərzəliyev 15 ilədək müddətdir ki, mən Azərbaycan Dövlət İqtisad Universitetinin adı çəkilən kafedrasında qida texnologiyasının proses və aparatları kursunu tədris edirəm. Bugün oxşarlıq nəzəriyyəsi və proseslərin modelləşdirilməsi haqqında söhbət aparacağıq. Qeyd etmək istəyərdim ki, istənilən yeni bir prosesin yaradılması adətən laboratoriyalarda qoyulan eksperiment təcrübələrdən başlanır. Sonradan bu proses yarım istehsal modellərində və qurğularında sınaqdan çıxarılır ki, bu sınaqların nəticəsi prosesin getmə şəraitini, vəziyyətini, iqtisadi səmərəliliyini, texniki cəhətdən mümkünlüyünü, müasirliyini və yararlılığı haqqında qəti fikirlər söyləməyə imkan verir. Bu zaman aparılan dərin tədqiqatlar nəticəsində aparatın forma və ölçüləri haqqında prinsipial suallara cavab tapılır. Prosesin getmə şəraiti, hazır məhsul çıxımı, məhsulun miqdarı, xam mal və material sərfi, enerji sərfinin miqdarı və bu kimi digər proseslər müəyyən edilir. Proses, aparat və ya qurğunun istehsal şəraitində sınaqdan çıxarılması qoyulmuş eksperimentlərin sonuncu mərhələsi hesab olunur. Yəni, yarım istehsal şəraitində sınaqdan çıxarılan qurğu, aparat, proseslər sonradan sənaye miqyaslı sınaqdan çıxarılmağa məruz qoyulur. Qida məhsulları istehsalı müəssisələrində yerinə yetirilən proseslər mürəkkəblikləri ilə bir-birindən kifayət qədər fərqlənirlər. Belə ki, onlar qarşılıqlı əlaqədə olan bir çox faktorlardan asılı olurlar. Bu əlaqələr fiziki qanunlara əsaslanır və analitik bərabərliklərlə ifadə olunur. Bəzən prosesi xarakterizə edən bərabərlik o qədər mürəkkəb olur ki, o hətta riyazi cəhətdən belə həll oluna bilmir. Belə hallarda prosesi öyrənmək üçün analitik metod eksperimental tədqiqatlarla tamamlanır, yekunlaşır. Çoxsaylı faktorlardan hər birinin öyrənilən prosesə təsirini müəyyənləşdirmək üçün çoxlu sayda sınaq aparmaq lazımdır. Lakin bu zaman alınan nəticə yalnız sınaq aparılan şərait üçün doğru olacaqdır. Yəni, tətbiq edilən prosesdən fərqlənən proseslərə şamil edilmək üçün etibarlı olmayacaqdır. Ona görə də proseslərin analitik və təcrübi yollarla səmərəli tədqiqi yalnız oxşarlıq nəzəriyyəsinin köməyi ilə mümkündür. Bu nəzəriyyə sınaqların minimum sayı ilə kifayətlənir. Onların necə qoyulması və alınmış nəticələrin işlənilməsi qaydalarını göstərir ki, bu göstəricilərə oxşarlıq kriteriyaları deyilir. Bu kriteriyaları verilmiş kriteriyanı təklif edən alimin soyadının 2 ilk hərfinin latınca ifadəsi kimi şərtləndirmək qəbul olunmuşdur. Məsələn, bütün hidravlik və istilik hesabatlarında istifadə olunan Reynolds kriteriyası aşağıdakı kimi ifadə edilir. Bu ifadə birinci tənlikdə öz əksini tapır. Burada W məhsulun hərəkət sürəti kimi dəyərləndirilir. D aparatın diametri, R məhsulun sıxlığı, M məhsulun dinamik özlülüyü kimi qiymətləndirilir, dəyərləndirilir. Oxşarlıq anlayışı həndəsədən götürülmüş, proseslərin və aparatların fiziki təzahürlərinə tətbiq edilmişdir. Məsələn, iki sistemin mexaniki oxşarlığı, maye və qaz axınlarının oxşarlığı, iki istilik axınının oxşarlığı və s. kimi oxşarlıq məfhumları haqqında anlayışlar mövcuddur. Oxşarlıq nəzəriyyəsinin əsasını Rus alimi Kirpiçev tərəfindən irəli sürülmüş və sonralar bu ideya Nüsselt, Mixiyev, Guhman və digər alimlər tərəfindən işlənilib həyata
keçirilib təkmilləşdirilmişdir. Oxşarlıq nəzəriyyəsi yalnız eyni qrupa daxil olan proseslərə, fiziki mahiyyətcə eyni və vahid formada olan analitik bərabərliklərlə ifadə olunan proseslərə tətbiq edilir. Bu nəzəriyyə prosesləri istehsalat üçün lazımi dəqiqliklə çox da böyük olmayan və ucuz başa gələn modellərində öyrənməyə imkan verir. Oxşarlıq nəzəriyyəsinin mahiyyətinə analiz etmək üçün aşağıdakı şəklə diqqət yetirin. Məlumdur ki, oxşar üçbucaqlarda uyğun tərəflərin xətti ölçülərinin nisbəti sabit kəmiyyətdir, yəni dəyişməzdir. Eyni qayda ilə oxşar fiziki proseslərdə mühitin həmcins fiziki kəmiyyətləri nisbəti model və aparatların uyğun nöqtələrində sabitdir. Aşağıdakı birinci şəkildə göstərilən D1 və D2 diametrli borularda əgər mayələrin sürəti oxşardırsa, onda W1 və W2 sürətlərinin nisbəti uyğun 1 və 2 nöqtələrindəki W1' və W2' sürətlərinin nisbətlərinə bərabər olacaqdır. Yəni, bu bərabərlik aşağıdakı 2 bərabərlik şəklində göstərilə bilər. Bu nisbət sabitdir və hər iki borudakı uyğun nöqtələri üçün dəyişməz olaraq qalır. Bununla əlaqədar olaraq qanuni və əks olan vəziyyət aşağıdakı kimi səslənir. Əgər nöqtələri üçün sürətlər nisbəti sabitdirsə, onda mayələrin hər iki axındakı sürətləri oxşardır. Bundan əlavə, göstərilən borulardakı mayələrin hərəkət sürətlərinin oxşar olması üçün oxşarlıq nəzəriyyəsinə görə uyğun nöqtələrdəki oxşarlıq kriteriyalarının bərabər olması vacibdir. Yəni, öyrənilən prosesi xarakterizə edən ölçüsüz fiziki kəmiyyətlərin nisbəti bərabər olmalıdır. Oxşarlıq nəzəriyyəsi və onun öyrənilən proseslərə tətbiqi aşağıda göstərilən 3 vacib nəticəyə əsaslanır. Birinci, oxşar proseslər eyni oxşarlıq kriteriyalarına malikdirlərsə, onda eksperiment qoyulan zaman tətbiq olunan prosesin oxşarlıq kriteriyalarının ifadəsinə daxil olan bütün kəmiyyətləri ölçmək lazımdır. İkinci, prosesi xarakterizə edən kəmiyyətlər arasındakı oxşarlıq, oxşarlıq kriteriyaları arasındakı asıllıq şəklində və ya ümumiləşdirilmiş kriterial tənliklər şəklində təsəvvür edilə bilər. Deməli, eksperimental nəticələri oxşarlıq kriteriyalarının funksiyası şəklində təsəvvür etmək lazımdır. Üçüncü, təcrübənin nəticələrini ümumiləşdirmək və miqyaslarından asılı olmayaraq bütün oxşar proseslərə şamil etmək üçün yeni prosesin və ya aparatın yaradılması mütləq modelləşdirmə prinsiplərinə müvafiq olaraq həyata keçirilməlidir. Bu isə o deməkdir ki, model aparata və aparatda baş verən bütün proseslərə həndəsi oxşar olmalıdır. Modelləşdirmə nə deməkdir? Modelləşdirmə, modellərdən yüksək məhsuldarlığa malik sənaye miqyaslı aparatlar hazırlayarkən mühüm əhəmiyyətə malikdir. Təcrübə göstərir ki, aparatın diametrinin artması ilə adətən modelin effektivliyi ilə müqayisədə onun effektivliyi azalır. Bu da əsasən sənaye aparatının kəsiyindən axınların qeyri-bərabər paylanması ilə əlaqədardır. Ona görə də mürəkkəb proseslərdə sənaye miqyaslı aparatlar yaradılarkən həndəsi miqyas və hidrodinamiki oxşarlıq nəzərə alınmalıdır. Həndəsi miqyas
hansı anlam kimi başa düşülür? Qeyd edək ki, həndəsi miqyas M hərfi ilə işarələndirilir. Modelin xətti ölçülərinin aparatın xətti ölçülərinə olan nisbətini şərtləndirən şərtindən təyin edilir. Yəni, o bərabərlik aşağıda göstərilir. M bərabərdir D bölünsün D indeksində M. Burada D və DM işarələri uyğun olaraq aparatın və modelin diametrləridir. Hidrodinamiki oxşarlıq aparatın və modeldə eyni fiziki xassələrə malik maddələrdən istifadə edildikdə Reynolds kriteriyaları tənliyinin ifadəsindən aşağıdakı şəkildə təyin edilir. Bərabərlik 5 şəklində əks olunur. Burada W və WM uyğun olaraq aparatda və modeldə axının sürətləridir. Qeyd edilən 4 və 5 bərabərliklərinə istinad edərək 6 bərabərliyini qeyd etmək olar. İstənilən bir prosesi optimal şəraitdə aparmaq lazımdır. Prosesin optimumunu qiymətləndirmək üçün hər şeydən əvvəl optimallaşdırma kriteriyaları seçilməlidir. Konkret şəraitlərdən asılı olaraq optimallaşdırma kriteriyaları kimi texnoloji kriteriyaları, məsələn, aparatın vahid həcmindən məhsulun maksimum yığılmasını, iqtisadi kriteriyaları, yəni verilmiş məhsuldarlıq üçün məhsulun minimum dəyəri və sair kimi kriteriyaları götürmək olar. Seçilmiş bu kriteriyalar əsasında optimallaşdırma kriteriyalarının parametrlərindən asılılığı qurulur.